Bugün sizə Qubadakı ikinci günümüzdən video çəkirəm. Səhər oyandım və kofemi hazırlamağa başladım. Sanki hər gün kofe ilə oyanırmış kimi. Təbii ki, oteldə olmağın verdiyi rahatlıq var, çünki səhər yeməyini mən hazırlamayacağam. Ona görə də dedim kofemi düzəldim. Nə qədər ki buradayıq, təmiz havada əyləşib biraz özümə istirahət verim. Və təbii ki, həyat yoldaşım da dedi ki, mənim üçün də hazırla. Qəti şəkildə tək başına istirahət etmək mümkün deyil. Ona görə də dedim, eyb yox, qoy onu da hazırlayım. Nəysə hazırladıq. Bu kofeləri otel özü qoyur ora. Yəni siz də inşallah nə vaxtsa gedəsi olsaz, biləsiniz ki, sizin üçün həm kofe, həm də çay artıq orada hazır gözləyir. Tefalla isitdim suyu və ən asan variantla kofemiz hazır. İndi isə bizim üçün belə bir çubuqlar qoyublar ki, kofeni qarışdırasınız. Təəssüf ki, qaşıq yox idi. Düzdür, müraciət eləyib qaşıq almaq olardı, ancaq o qədər həvəs yox idi. Ümumiyyətlə son vaxtlar yaman belə sıfır enerji ilə gəzirəm. Sanki bütün işlər mənə tapşırılmış kimi bütün rahat variantları yoxlayıram. Və hazırladım kofemi, çıxıram çölə. Bizim otağımız dağ mənzərəli idi, ona görə də çıxıb orada oturub qəşəng hava almaq mümkündür. Və mən də dedim ki, fürsət bu fürsət, qoy gedim elə istifadə edeyim. Hətta sizə deyim ki, burada qəşəng videolar da çəkmişəm. Bu günləri oteldən çıxış günümüz olsa da, mən səhər tezdən özümə istirahət vermiş kimi yaşayıram. Sonra isə nahar yeməyinə gedəcəyik. Burada nahar yeməyinin saatı saat 9-un yarısından 11-in yarısına qədərdir. Ona görə də hələ ki səhər tezdən oyanıb belə otelin bizim pəncərə baxan hissələrini gəzirəm. Dağ tərəfə baxan hissənin mənzərəsi belədir. Yəni çıxıb siz orada belə gəzə bilərsiniz rahat şəkildə. Təbii ki, aşağı mərtəbədədirsə sizin otaqlarınız. Bizim otaq ikinci mərtəbədə idi. Ona görə də belə bir döşəməsi var idi, gəzirdim. Çəkmişkən dedim ki, bir dənə belə də video çəkim və gedirik nahara. Nahar dediyim, yəni səhər yeməyinə demək istəyirəm. Görürsünüz nə qədər insan var. Ümumiyyətlə demək olar ki, oturmaq üçün yer də tapmaq olmurdu. Bir anlıq düşündüm ki, otelin bütün qonaqları bir günün içində səhər yeməyinə eyni saatda düşsə, yəqin ki, bir barmaq qoymağa yer tapmaq olmaz. Axır ki, bütün stolları gəzə-gəzə özümüz üçün münasib bir bu stol tapdıq. Sayımız 6 nəfər olduğu üçün bizə böyük stol lazım idi və ümumi sayımıza uyğun axır ki, stol tapdıq və səhər yeməyi pulsuz olduğu üçün təbii ki, biz bir Azərbaycanlıyıq, maksimum şəkildə istifadə etdik. Səhər yeməyini yeyib qayıtdıqdan sonra isə mən başladım çamadanı yığmağa, çünki gələndə o qədər veş gətirmişdim ki, sanki bir həftə buradayam. Ancaq demək olar ki, çox az bir hissəsindən istifadə etdim. Yəni bir gün içərisində nə qədər işlətmək olar ki, adama deyərlər, niyə bu qədər veş aparırsan? Nəysə yığıb buradan da gedəcəyik gəzməyə. Çünki bizim çıxış saatımız saat 12-dir, ancaq saat 12-də çıxıb boş-boş ortada veylənmək istəmədik. Ona görə də hələ ki otelin ərazisində olacaq. Daha sonra isə oteldən kənar, yəni Quba ərazisində maraqlı yerləri kəşf etməyə gedəcəyik. Mütləq videomu sona qədər izləyin və sizə məsləhət görürəm ki, əgər uzaq və uzun müddətli getmirsinizsə, mənim kimi çoxlu əşya götürməyin. Sonra istər gedəndə, istərsə də qaydanda əziyyəti sizə qalır, çünki biz qadınıq. Və çıxmışkən dedim buranı da yığışdırım, həm əşyalarımızı yığıram, həm də ki makiyaj edəcəm. Buraların da səliqəli qalması üçün çalışdım. İstəmədim ki, çıxanda arxamızca gələn şəxslər, yəni təmizləyən xanımlar deməsin ki, buradan çıxanda nə gündə qoyub çıxıblar, makiyajımı da edirəm. Və son toxunuşları etdikdən sonra yenə çıxıram, biraz da çöldə hava alıram. Çünki gedəcəyik və qayıtmayacaq buralara. Çünki oteldə bir gecənin qiyməti 210 manatdır. Bu isə özü yetəri qədər böyük məbləğdir. Sadəcə biz də fələkdən bir gün çaldıq və buralara gəldik. Belə olan halda dedim ki, heç olmasa Toğrulun da könlü xoş olsun. Ona görə biraz da Toğrulundan çöldə əyləndim. Həm onun üçün maraqlı olsun, həm də mənim üçün maraqlı olsun deyə çox çalışdım. İndi bilmirəm bunu nə qədər bacardım. Düzdür, o uşaq olduğu üçün dünya aləm vecinə deyil, əziyyət mənə olur. Amma yenə də körpədir, heç olmasa xoş xatirələr qalsın ağlında. Və artıq çıxışa yaxınlaşırıq. Burada isə uşaqlar görürsünüz ki, otelin qapıları ilə oynayır. Çıxdıq, axır ki, maşına bütün bagajlarımızı yerləşdirdik. İndi isə otelin ərazisində olan parkda uşaqlarla gəzişirik.
Burada bizim balacalar gördüyünüz kimi çalışır ki, özünə əlavə iş çıxartsın, anaları incitməyə çalışsınlar. Başqa iş yox, güc yox. Bura otelin öz ərazisidir. Yəni istədiyiniz vaxt, yəni müddət ərzində gəzə bilərsiniz. Burada isə mənzərə xoşuma gəldi. İstədim əyləşim, sizin üçün video çəkim və təəssüf olsun ki, saçım istədiyim kimi düşməyibdi. Ancaq dedim ki, eyb yox, nə var? Eyb yox, belə də olsa olar. Nəysə, biraz çox danışmayım, sizin üçün videonun davamını göstərim. Və buradan isə oteli qıraqdan çəkirəm ki, ərazisi və ümumi görünüşünü siz də görəsiniz. Ümumiyyətlə içərisi çox gözəl idi. Birinci, ikinci mərtəbəsini gördüm və yuxarı mərtəbələrə demək olar ki, ümumiyyətlə çıxmadım. Əslində həmişə gedəndə özümə söz verirəm ki, mən digər mərtəbələri və oteldə nə var hamısını çəkəcəm, amma alınmır. Bura vaxtda da. Bak videoya, bak. Videoya bak, videoya bak. Bir dənə şəkil çəkək belə gözlə. Azı deyəm, yedi, içdi, əyləndi, istirahət etdi və indi oteldən çıxırıq, gedək başqa yerlərdə biraz dincəlməyə. Saat 12 çıxış saatımız idi. Düzdür, bu belə bir məhdudiyyət yoxdur ki, 12-də bütün ərazidən çıxmalısan, sadəcə oteldə otağı boşaldırsan. Zıplayına gelsən, Pərvin, yoxsa getməzsən? Qorxudan mədəsi yox. Buradan sonra isə Təngəaltıya getdik. Bilirsiniz ki, Qubanın məşhur yerlərindən biri də Təngəaltıdır. Əslində ora çox getmişəm, ancaq gəlmişkən dedik ki, burada dəyməmiş qayıtmayıq. Ona görə də sizlər üçün də buradan video çəkmə qərarına gəldim. Videonu sona qədər izləməyinizi təklif edirəm, çünki sizə Təngəaltı oteli göstərəcəm. Mən özüm də birinci dəfədir görürəm, burada otel olduğunu bilmirdim. Yo bildim. Ben burada dayanacağım. Yerleri var. Elə bir şey portretə baxacam da. Kimdən gəlmisən ki, Pərvin? Günə... Neçə mərtəbəsi ürünlüyü? 3 mərtəbə. Bura hansı otaq idi? 3 nəfərli. 3 nəfərli? Bir taxtı, uy bağışda, bir taxtı, bir dənə tek kravatlı bəli. 3 nəfərli. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videolarımı bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Daha yeni videolarda görüşənədək.